Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəri Binəqədi yolunun üstündə 41 nömrəli marşrutun düz qapının ağzından keçməklə 90-170 marşrutlarından da 200 metr məsafədə qapının ağzına qədər asfalt olan ərazidə baxın, burada görürsünüz qapı, düz darvazasını. Bizim düz yola bax. Görürsünüz, hörmətli izləyicilər. 41 nömrəli marşrutu düz burada keçir. 200 metrlikdən də 90-170 marşrutları keçir. Evin yeri superdir, nəmişli yol mən ərazidir, hündür, quru yerdə yerləşir, rahat həyətinə 2 maşın daxil olur, həyətinə metlaqlardan döşənib, gördüyünüz kimi, yəni, açığın deyim, kafel qoşub döşənib, metlaq da yox, metlaq, demək, bax, görürsünüz, hörmətli izləyicilər, həyəti geniş, ürək açan, evin xarici görünüşü, yer metlaqla döşənib, əslində. Keçən də evin içindən, həyəti bir dənə rahat çəkirəm, diqqətlə baxın. Keçən də evin içindən tanışırlar. Dəhliz sistemidir ev. Sol tərəfdə girişdə sanuzeldir. Ev yaşayışlı bir ev olub, oturmuş bir ev olub. Təzədən yenidən təmir olunub, bazara satışa çıxardılıb. Yəni, nəzərdə çatdırılmış hörmətli izləyicilər, ev yenidən təmir olunub. Bura mətbəx hissəsidir. Gördüyünüz kimi haradasa 10-12 kvadrat olar. Mətbəx mebelləri təzə yığılıb, heç istifadə olunmur. Görürsünüz, hörmətli izləyicilər, ev sahibi mətbəx mebelində yığdırıb qoyub bura. Bura qonaq otağıdır. Gördüyünüz kimi qonaq otağı da haradasa 20-22 kvadrat olar. Kombi sistemi ilə təchiz olunub. Lüstrlar asılıb, gördüyünüz kimi. Pərdələr asılıb. Burada bir geniş yataq otağıdır. Haradasa 15 kvadratlıq yataq otağıdır. Hörmətli izləyicilər, evin arxasında da 50 kvadrat hardasa həyəti var. Baxın, yəni evin böyründən arxasına keçmək mümkündür. Gələcək buradan da bir qapı aça bilərsiniz. Arxa həyəti. Burada da haradasa uşaq otağıdır. Bu da haradasa 12 kvadrat olar. Bunun da düz arxası, yenə arxadakı 50 kvadrat torpağa baxır. Ev işıqlı evdir, havalamaya tam uyğundur. Pəncərələrin tam rahat evin içinə işıq düşür. Gördüyünüz kimi, hörmətli izləyicilər, ev haqqında bütün məlumatları təqdimatda sizə çəkdim, göstərdim, təqdim elədim. Kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmanına köməklik göstərə bilərik. YouTube-da, Instagramda, TikTok-da Seçalı əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Evin qiyməti 98.000 stak qiymətdir. Real alıcı olsa indirim olmağına olacaq. Birbaşa sahibi ilə danışacaqsınız. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin, Allah satana da. Baxın, bu hörmətli izləyicilər. Buradan da evin böyründən də tam rahat evin arxasına keçmək mümkündür. Yeri var, bir insan rahat buradan daxil olub keçə bilər. 98.000 start qiymətdir. Real alıcı olsa da endirimi birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər.